Sağ olun, hər vaxtınız xeyir olsun. Bugündən ixtisas seçimi aktiv olunmuşdur magistraturaya. Mən ixtisas seçimi haqqında sizə çox qısa və lakonik köməklər göstərəcəm. Deməli, baxın, bəzən çox şəxs bunları qeydə almış, nələri? Mən sizə indi göstərim. Baxın, dövlət sifarişli yerlərin sayı. Bu dəqiqə, yəni ən aktual, mənim üçün əsas olan budur. Çünki mənim ən çox pulsa düşmək üçün müasir edən tələbənin sayı çox dəyişəcək. Baxın, burada pedaqogiya ixtisasını veriblər. Dövlət sifarişli 350-dir. Dövlət sifarişli 350-dir. Amma mən bundan 2 il əvvələ baxıram, görürəm ki, bu 150-dir. Görürsünüz, artım böyükdür. Beynəlxalq münasibətlər olduğu kimi qalıb, davamlı nəsələr olduğu kimi qalıb. Ondan sonra mən nə edirəm? Mən gedirəm, baxın, buradan bu illər plan yerlərini təhlil edirəm. Plan yerləri nədir? 2025-ci ildə ümumi 174 olub, 2026-cı 141 olub. Yəni, hər bir proqramın özünün plan yeri var. Bəzən də artım var, bəzən də azalma var. Ən gözəl indi hal-hazırda artım olan proqram 7-dir. Proqram 7, sonra proqram 3, proqram 11, sonra proqram 21 və digər. Görürsünüzmü? Bunlar öz qaydasında. Deməli, bunların həm pulsu dəqiq baxmaq üçün gərək illəri tutuşturmaq lazım. Yəni, 2025-2026-na. Amma plan yerlərində ümumi artım var ki, bu artıb. Əks halda bu arta bilməz. Deməli, burada keçid ballarının düşmə ehtimalı var. Amma bir dənə məsələ qalır. Tələbələrin yığdığı balın statistikası necədir? Burada artım ya azalma olubmu ya olmayıb? Söhbət burasına gedir. Onun diqqətli baxıb və hər bir situasiyaya dəyərləndirmək lazımdır. Gəlin, mən sizə indisə ümumi plan yerlərinin necə formalaşdığını göstərim. Baxın, görürsünüzmü bunu? Bakı Universiteti keçən il olub 1346, bu illər 1627 nəfər 281 yer, yəni 20% çoxalıb. Ən çox çoxalma yeri faiz göstəricisine əsasən 62% Bakı Slavyan Universitetinə aiddir. Yəni, çox gözəl bir nəticədir. Ondan başqa Bakı Mühəndislik Universitetinə 150 plan yeri artıb. Yəni, bunlar həqiqətən də çox böyük göstərir. Memarlıq İnşaat Universitetinə 101 yer artıb. 245 yer azın